Sadəcə qeyd elədim, 12 iyun tarixi ilə yeri gəlmişkən biz əmək qanunvericiliyindən danışırıq. Uşaq əməyinə qarşı mübarizə günü kimi qeyd olunur. Bu ölkəmizdə uşaq əməyinə qarşı mübarizə necə aparılır? Bununla bağlı da sizə hər hansı bir şikayətlə daxil olurmu? Və uşaq əməyi dedikdə neçə yaşına qədər uşaq hesab olunur? Neçə yaşına qədər bir uşaq işlədikdə o qanunvericiliyə görə qanun pozuntusudur və bildiyim qədər müəyyən yaşda artıq valideynin razılığı ilə də işləməyə icazə var. Biraz buna aydınlıq gətirək, sonra mövzumuza başlayarıq. Buyurun. Bəli, qeyd etdiyiniz məsələ hal-hazırda dövlətimizdə aktual müzakirə məsələlərindən biridir. Eyni zamanda daim diqqət mərkəzindədir. Belə ki, Dövlət Əmək və İşçilik Xidmətinə qeyd olunan məsələlərlə əlaqədar müraciət daxil olur və həmin müraciətlər Azərbaycan Respublikasının vətəndaşlarının müraciətləri haqqında qanununda nəzərdə tutulmuş qaydada və operativ sürətə baxılaraq cavablandırılır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 5-ci hissəsində məhz 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsinin bağlanılması qadağan edilmişdir. Eyni zamanda qeyd olunan məsələlərlə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.8 və 192.9-cu maddələri qeyd olunan hüquq pozuntularına aid edilmişdir ki, 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlanıldıqda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə inzibati cərimə edilir. Eyni zamanda uşaqlar onların həyatına, sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən hər hansı əmək fəaliyyətinə cəlb olunduqda, bu halda vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər isə 10000 manatdan 13000 manatadək məbləğdə inzibati cərimə olunur. Bildirmək istəyirəm ki, qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının konvensiyasına qoşulmuşdur ki, həmin konvensiya uşaq əməyinin ən pis formalarının qadağan edilməsi və onların aradan qaldırılması ilə əlaqədar təcili tədbirlərə dair 182 saylı konvensiyadır ki, həmin konvensiya Azərbaycan Respublikası tərəfindən 2004-cü il 13 yanvar tarixində ratifikasiya edilmişdir. Həmin konvensiyaya əsasən 18 yaşına çatmamış şəxslər uşaq hesab olunur.